ehtiyac yox. Bu da bu. Yok bu altında. Bahçe. Nasıl bakacağım? Zorla kaçın Bura şey olmaydı, ulduz say. Eve sıfır qalsın elə. İkinci görüşü. Ne var ki Real Madrid oynuyorsunuz? Sen bakmıyorsun. Bilmem Barcelona necə uduz olar. Hayf oyunu. Nətər işləyəcəm o Bərzandan sonra, nətər. Sol o top. Əvvəldən hazırlıq Deməli edirdim. Barcelona. O Adamlar 94-də buraxdıq ay düşü. 92 yox, amma biz dirəyi vurdu ya. Dirəyə vurdu, qayıtlar onlar vurdular. Dirəyi vurdu. Sonra nə götürək? Lombok və Poskesel. Ben joiner de olacak burada. Joiner. Joiner. Joiner eləyəcək. Eləyək? Yəni. Eləyək də. Göndərdim. Sonra nə götürək uşaqlar? Hə, data JP əsas. H2 nə? Neyirəm H2? Onunla işləyək. İşlər yaxşı. Burada bir dənə də. Get. Find by ID seçebilirik. Get option deyəsən bu. Bir de find by ID'den nereye sonra find by name falan. Sən kontrollu yazdıqdan düşəcək bak. Fransız üyesi. Murat Bey'in yazdıklarını yazıyoruz. Ben hani yazdım. Ben hansıydı bu bilmez passenger. Özüm. Bir de Seeds. Ha bir de sits. Bu proyektin məqsədi relationları izah eləməkdir və AUP məqsədlidir. Ona görə çox da şey eləməyəcəm. Deməli. Bir de ben bir şey diyeyim. Hə. İkinci sefer yazdığınız proyektin axırıncı hissəsi qalmışdı. Onu da Controller. Hə, tamam. Tamam. Deməli belə. Sırıcı, main. Vaxtımız limitlidir. Ona görə copy-paste eləyəcəm kifayət qədər. Aha. Domain içərisində entity içərisində movie. Bir həftə daha. Düz 10 günə yaxındır kod yazmamıyım. Movie repository interface. Sualı olan varsa desin şu olar. Yəni olan vaxtı. Aa, neyirsən başımda? Dərsə bax. Ben vacation. Uzatma vacation var ha. Vacation var. 29'da. Ömer Müştah'ı bekleye kadar 19'da tutuyorlar. 29'da. Sensinden aldı. Extends. Bir şey oynayacak mı? Bir tane 100 faiz çıkmadı. Vermezsen zaten ben de 100 fazla demişim. 100 fazla. Bir nefer oldu. Bir kota dolu. Evet şu bilmiyorum da. Kaçma aldım dedi. Onlar bilmiyorum. Bu günlerden hepsi 50 oluyor. Çünkü normal ne yapıyordu? Otobüden gelen var. 50 sayıda oldu. Tamam. Entity-dən başlayaq. Mən burada movie yazmışam. Onlar üzərinə izah verəcəm. Hansı nə olmazdır? Sinemaster, movie entity mənə. Ekran görünür inşallah. İnterview'da değil mi? Sonra diyor ya. Okay. Öyle bir şey bedel. Göstərirəm. Data olaraq böyüdə bilərəm. Kifayətdir bu qədər. Süper boyutlar ne biliyorsun? Hə. Bu işten işte. Süper boyutlar. Inheritance məsələsi var. Spring-də məsələn üst klasslar üçün super klass yaradan zaman
yuxarı superbildir deyirik, aşağı klasslarda superbildir istifadə etməlidir, yoxsa düzgün olmur, işləyə bilmir. Deməli, tamam, director, bu qədər fildə ehtiyac yoxdur. Mən sadəcə ID, name, description, genre olsun, tamam, bu da öyrənəcəyimiz bir şeydir. Müddəti, bunu başım bıraq. Rating, bu da ehtiyac yoxdur. Language, başım bıraq, bir dənə namımız bəsdir. Statusdakı qalsın, tamam, status. Aktiv, inaktiv və ya delete olmasını. Tamam. Mən sizə sual vermişdim uşaqlar, lazy initialize exception nədir? Problemi. Lazy initialize exception. Araşdıran oldu onu? Səndən gücləndirəsə gecikmələri idarə edir. Hə, deməli, bir movie entitim var. Entitimin, yəni filmimin ID-si, name'i, film nə haqqındadır, bu onu təsvir eləyir. Mövzusu hansı janrda olmağı, komedi və ya aksiyon və ya bunu ifadə eləyir. Hə? Data gedir düşməsin deyə qoyur burada versiyada. Nəyi düşməsin? Yox, başqa bir şey deyəcəm indi. Director filmin yapımcısı, belə desək, müddəti və statusu. Tamam. Bir də əlaqə quraq nə ilə? Gəlin bunların inamını yaradaq. Deməli, domain yox, buradan da yaradıram nə? Model. İçərisində inams, içərisində də nə? Movie gelir. Burada nə olsun? İnam. Tamam. Olsun. İndi movie gelir nə olsun? Siz deyin, mən yazım. Action. Belə yazılır. Sonra komedi. 4 dənə yazsaq kifayət. Sonra nə? Comedy. Hə, tamam. İngiliscə səviyyəm. Aha. Nə? Horror. CNC. Tamam. Yaxşı. Tamam, bu da bizim inamımız. Kifayətdir də 4 dənə yazdım. Bir də status yaradaq. Create inam. Burada yox. Model. Aha. Şola pageable bilirik nədir? Pageable bilirik nədir? Aktiv. Delete. Film. Sinemada sinema deyil. Əslində statusunu ifadə edir də, yəni. Göstərmədə yoxsa göstərmən çıxda? Bir film Bilet alabilirsən, alabilirsən. Bir film alabilirsən, Əslində onun üçün ayrıca bir status yaratmaq olar. real sinema deyil o. Bu əslində göstərən məqsəddir. Çünki burada biz delete yazan zaman onu soft delete silirik də. Ona görə yaratdım əslində bunu. Yəni mən soft delete bilirsən nədir? Bir soft delete bilirsən nədir? Hə. Sadəcə statusunu silmirsən, sadəcə statusunu dəyişirsən. Sonra find all eləyən zaman bir dənə şərt verirsən ki, statusu deletedən fərqlidirsə. Tamam. Status şey kimi, Rabana xanım kimi. Deməli belə. Əslində aktivlə inaktiv 3 dənə məsələ. Tamam, gəlin sizə görə birini də silirəm. Aktiv olsun və delete olsun. Tamam. Biz bu entitimizə avtomatik ID generasiya eləməyimiz üçün nədən istifadə edirdik? ID annotasiyasından. Bunu bilirik. Tamam. Generated value-nun, yəni strategiyanın bir sıra növləri var. Məsələn, sequence var. Bir dənə baxın. Auto var, identity var, sequence var, table var. Bunların fərqlərini bilirik nədir? Araşdırmışıq.
Və məsələn, ID entity MySQL bazasına işləyən zaman daha performanslıdır. Avtomatik ID generasiya eləmək üçün. Sequence PostgreSQL bazasına işləyən zaman istifadə olunur. Auto, yəni avtomatik sən bunu verən zaman o arxa planda gedib araşdırır ki, bu PostgreSQL isə çevirir onu sequence-yə. Yox, MySQL bazası isə çevirir onu identity-yə. Table isə birbaşa ilə table-la işləmək üçün istifadə olunur. Amma heç məsləhət görmür table-la işləmək. Aha, bu generator nədir? Generator. Bax, biz bunu belə eləyən zaman bu avtomatik olaraq, yəni burada təkcə generator sequence verərəm, aşağıdakı sətri komment alaram. Bu zaman nə baş verir? Bu ID generasiya olunur-olmağına default variant da 50-50 artırır şeyləri. Məsələn, 1-dirsə növbətisini 51 eləyir ID-sini, sonra nə bilim növbətisini 101 eləyəcək, 151 elə davam edir. Amma burada bir generator yaradırıq. Bunun da məqsədi odur ki, mən burada bunu ad vermək üçündür və buradakı ad, bununla eyni olmalıdır. Yəni bir sequence name verirəm. Bu da sequence name'in adıdır və alışarsın size-a deyirəm ki, 50-50 yox, sən bunu ID generasiya eləyən zaman bir-bir artır. Tamam? Bu belə. Aha, 1, 2, 3, belə davam edir. Hə? Yox. Öz eləmir, yox. Yox deyərsən görərsən. Sequence istifadə eləmirsən, yoxsa ancaq identity istifadə eləmirsən? Hə, amma sequence-də, yəni PostgreSQL bazasını işləyən zaman istifadə olunur. O da default 50 artırır. Bunları bilirik zaten. Nullable false verən zaman null buraxmaq olmaz. Başqa da bunlar var. Default variantda 255 və ya unique olması. Əslində filmin adı unique verəkmi? Verək. Unique olmalı. Aha, verək. Başqa nə mənfiyyət verə bilərik buna? Baxaq bir dənə. Okay, yox. Update olunmasın ki filmin adı. Niyə olmasın? Hədə. Ehtiyac yoxdur ki, true verməyə. Tamam, unique kifayətdir buradan. Description, nullable false, təsviri unique vermirəm, ehtiyac yoxdur. Genre, director, duration və... İndi bir dənə bir yanaşma tərzi mənə deyin ki, mən relation qurmağa çalışım. Məsələn, bir filmin nəyinə relation olsun? Filmin nəyinə? Aha. Hansı filmin aid o, janrı? Yox, məsələn, relation qururuq, one to many, many to one. One to many şeydir, aktyorlar mı? Bir dənə entity quracaq əlavə. Həmin quracağımız entity ilə bu movie ilə arasında relation quracaq. Gəl bura baxaq da, görək burada yazmışıq. Şeydir, ayrıca film yaratmışıq biz, direkt dostum. Filmlərini xilas. Yox, ehtiyac yoxdur ona. Baxın. Maraqlıdır. Nə yazaq? Tamam, elə bilet yazaq da. Filmə aid olan biletlər. Bir filmin çoxlu biletləri ola bilər. Yox, bir biletində bir dənə film olacaq da. Bilet alan zaman ondan sinemaya istifadə eləmirik ki, realda. Bir dənə bilet alırıq, gedib bir dənə filmə baxırıq, o bilet getdi. İkinci dəfə onu istifadə edə bilirik? Yox. Ona görə ən yaxşısı ilə bilet yazaq məncə. Tamam. Buradan bir dənə elə deyim, ticket entity. Bir dənə kopya eləyək. Oradan da lazım olmayan şeyləri silərik. Nə sualım var Aynur? Nə? Yox, təzən yazmıram. Dediyim kimi, yəni bugünkü proyektin məqsədi AOP izah eləməkdir. Yəni. Siz bunlara baxıb, belə deyim, məsələn də AOP öz proyektlərinizə tətbiq edəsiniz. Yəni bunu yazmaq məcburiyyətində deyilsiniz. Base entini silirəm buradan. Data entity. Tamam. Bu benim sesimde bu yığılır, sizin Yığılır.
Mən bu statusu şeyli yazmış olar. 2 dənə əlavə status yaratmaq əvəzinə bir dənə təkcə status yaradacağım. Status. Create inam. Status adında. Model. İnam adında. Bura bir dənə aktiv. Bayaq yazdığınız neydi? Ha, o şey. İndi onu da elə dəyişir, onu siləcəm indi. Mən Movi statusu bir dənə dəyişirəm. Dəyişməm ümumiyyətlə, o Movi entity'də hani bu status. Bunu da silirəm. Entity'lərim üçün sadəcə bir dənə status adında inam yaratdım. Onu istifadə edirəm. Aktiv və delete. Həm Movi entity'də burada istifadə edirəm. Həm də ticket entity'də burada istifadə edirəm. İndi entity'lərim hazır. Yəni burada bir dənə son bir işimiz qaldı. Nə? Bu izah elədiyim elə Movi entity'də olan bir prosesdir. Şey soruşam. Hə. Burada model və model ayrı, entity ayrı. Niyə? Elə olmalı deyil. Entity mən database-nə işləyən zaman istifadə edirəm. Modeldə amma request var, response var. Titriyasız yazdım sonra göre. Bitki olmayanda modülü öğrenci. Hə? Gələcəm indi ona. Farkında kalmışlar sana. Ticket number, price, status. Tamam. Orada model değil. İndi məsələ nədir? Deməli, bir filmin bir çox biletləri ola bilər. Deməli, tək olan tərəf nədir burada? Film. Private. Bir filmin birdən çox biletləri olduğu üçün mən onu nə edirəm? List formatında verirəm. Nə verirəm? Ticket entity. Tamam. Ticket entity. Ticket entity list ya da elə list olsun. Avtomatik qırmızı yanır ki, əlaqə yoxdur. Mən nə etməliyəm burada? Bir əlaqə quram. One to many. Yəni buradakı one nəyi ifadə edir? Filmi. Bir dənə film var. Filmin də çoxlu nəyi var? Biletləri. İndi burada bizim verməli olduğumuz bəzi şeylər var. Məsələn, mapped by. Mapped by-da nə veririk? Deməli, ticketdə movie olacaq. Tamam. Movie. İndi deyəcəm bu. Nədir? Kaskad. Bunu bilirik hər halda. Bu nədir uşaqlar? Birində dəyişiklik eləyəndə avtomatik olmalıdır. Ya da silinəndə. Silinəndə film. Filmə aydına gedib bilet var, hamısı avtomatik silinir. Kaskad type ol, onu ifadə edir. Bir də uşaqlar, bu fetch verməliyik. Yəni biz relation quran zaman biz relation quran zaman ən azı 2 dənə entitimiz olmalı, düzdür? Sonra o relation quran zaman biz fetch type veririk. Ya bu fetch type lazy verə bilərik, tənbəllik işləmə, ya da eager verə bilərik, aktiv işləmə. Bu haqqında dediyim lazy initialize exception problemi biz fetch type-ı bu lazy verən zaman yazırıq. Daha doğrusu almış oluruq. Bu nədir? Bax, misal üçün, mən bir dənə filmi... M+1 problemi həll etdi, M+1. Yox, M+1 problemi başqa bir şeydir. Əslində oxşardır. Eyni şəkildə deyil. Oxşar bir şeydir, amma fərqləri var. Tamam. Fetch type-ımızı verdik. İndi gedək. Buradan əlaqəmi qurdum. Tiketlə, Movi ilə tiketin arasında. Son bir işim qaldı nə? Buradan əlaqə qurmaq. Burada mən bir də dəyişən yaradıram. Private nə? Movi entity. Movi. Aha. Yenə qırmızı yanır. Mən nə etməliyəm?
to 1. Aha. Və işimiz bundan bitirmi? Yox. Bu neyim? Olsun movie ID. Və referans al hardan? Column name. Buna əslində verməyə ehtiyac yoxdur. Bu ID sütunundan. Bu referans kolumuna əslində verməyə ehtiyac yoxdur. Niyə? Bu zaten, bu zaten. Burada movie yazmışam. Bu bizi nə ifadə edir? Bu movie entity'də, bunu. Buradakı yazdığım method by'da verdiyim ad əlaqə qurduğum növbəti, yəni qarşılığında bundan eyni olmalıdır. Bununla zaten bir-birini tapır. Bu nədir? Necə ki burada koluma, join column nədir? Necə ki burada koluma bir sütuna ad verirəm. Eyni qaydada da bu sütuna da bir dənə ad verirəm. Yəni uzun sözün qısası, method by harda varsa orada sütun yaranmır. Bunu yadınızda saxlayın. Elə bil ki, asılığı bir növ üzərindən atır ki, məndə sütun yaranmayacaq. Yəni hal-hazırda movie entity method by'ı burada verməklə asılığı üzərindən atdı. Yəni buradakı vəziyyətə görə movie entity yox, ticket entity movie'dən asılıdır. Yəni sən məsələn də əgər databazında filmin olmasa bilet yarada bilməzsən. Çünki sənin burada nəyin var? Filmin var. Çünki bu sütun əgər Hibernate arxa plana nə edəcək? Bir dənə ID sütunu yaradacaq. O ID sütunu da hardan götürür? Movie'dən. Əgər movie mövcud deyilsə, sən bunu necə şey eləyə bilərsən, sorğu göndərə bilərsən? Aydın oldu burası? O join column təzə sütun yaradır da, təzə sütun Aha. yaratmışdır. Bu join column harda gördünüz? Hansı entity'də varsa, bilin ki orada bir dənə sütun yaranacaq. Sütunun da adı nə olacaq? Bu. Buradakı ad da, buradakı ad. Burada verdiyim adla eyni olmalıdır. Bu method by'da verdiyim adla eyni olmalıdır. Onun vasitəsilə əlaqəni qurur. Bura qədər sual olan var? Mənim orada joinlərdə bir dənə daha test istifadə olunurdu. Nə? Jason ignore belə bir şey istifadə edirəmsiz. Sonsuz Jason ignore. evet. Bilmirəm. Bəlkə də istifadə etmişəm. İnan ki bilmirəm. Amma tanış gəldim. Hər halda istifadə eləmiş olaram. Tamam. Entilərim hələ ki hazır. Repositoryaya gəlirəm. Movie repositoryum hazır. Və nə? Bir dənə də ticket repository. Repository. Extend eləyək hardan? GP repository. Bu nə olsun ticket. Launch. Repositorylarım da hazır. Sonra nə edəyək? Siz deyin, nə edəyək? Gedək servis yazada business məntiqə. Hə? Yazacağıq da bir servisi yarada. Servis, məsələn hansından başlayaq? Tiketdən başlayaq da. Daha doğrusu Servisə biz makro istifadə eləməliyik. eləyəcəyik də. Movie entity. Movie entity nə idi? Tövbə, movie servis. Movie servisi istifadə etmək üçün mənim nə ehtiyacım var uşaqlar? Private nə? Movie repository. Siz deyin də. Mən 10 günlük kod yazmıram, yadımdan çıxıb, siz deyin. Repository. Nə? Final. Həqiqətən yadımdan çıxıb. Aha. Servis yazırıq. Required. Constructor. Tələb olunan konstruktoru verdi mənə. Misal üçün, bu mənə hazır
metodlarımı gətirəcək. İndi işimiz nədir? Modelin, hanı bu model? Modelin daxilində mənim bir requestim olmalıdır. Request. Nə? Create movie request. Aha. O request göndərən zaman controllerdən create movie request götürəcək, ötürəcək servisə. Servis də onu entity'yə çevirib davaya yazdıq. İndi request göndərən zaman mənim nələrə ehtiyacım var? Domain. Görək request göndərən zaman biz hansı sütunları göndərək. Ona görə nə edirəm? ID onsuz da avtomatik generasiya olunur. Mənim ID-ni götürməyimə ehtiyacım yoxdur. Bu list götürürüm sizdə, yoxsa götürməyim? Götürməyəcəyiz. Niyə? Onun ID-sini yaradacaq. ID-sini yaradacaq. Ya, listi götürməyə ehtiyac yoxdur. Niyə? Çünki mən dedim axı, mapped by harda varsa, orada sütun yaranmır. Sütun yaranmırsa mən onu niyə götürüm fildi? Sadəcə bunları götürürəm. Gətirirəm, hara atıram? Bura. İndi bu kolumları silirəm. Çünki bu create movie request'in məqsədi belə deyim, controller bunun obyektini götürür, ötürür servisə. Bu sütunu, yəni table'dakı sütunu ifadə eləmir axı. Bunun məqsədi sadəcə nə etməkdir? Bir request göndərəsən, o request entity'yə çevrilib girib yazılacaq databazaya. İndi ona görə bu kolumları silirəm. Sonra director. Aha. İndi amma burada bizim istifadə edəcəyimiz bəzi annotasiyalar var. Məsələn, istifadə edə bilərik nə? Misal üçün sual verirəm. Not null-la not blank'ın fərqi nədir? Boş değil. Null olmamalı. Bu bizdə boş olmamalı. Not null olmalıdır burada. Not null. Notlar deyil mi? Non-null, hə. Non-null-la məsələn, not blank'ın fərqi nədir? Blank o boşluq da göndərsə, Hə, boşluq. çek edirdim. Bax, non-null verəndə, yəni sən boş bir string götürən zaman dırnağın arasında cümlə olmasa belə, o problemdir. Amma not blank onun belə qarşısını alır. Tamam. Amma not blank bizə niyə vermir? Niyə vermir? Böyük ehtimal ki, validation yoxdur, tamam. Gedək buradan MVN rekordan götürək. Tərəfini tutuyor. Nədən gəlirlər bunlar? Seyran bağlıyorduk hep biz. Salam. Bu bizim Maven yaratdı bunu, yoxsa şey yaratdı? Ha, Maven'dır. Ay maşallah. Oxuyan uşaq oldu. Oxuyan uşaq oldunuz gözlərinizdən mən. Onun üstə mən də elədim. Bax, notnal gəlmədi uşaqlar. Niyə? Çünki validation yox idi. Aha. Bunu bir dənə əlavə elədim. Aha. Artıq indi not null da gəlir. Not blank da gəlir. Not null verim yoxsa not blank verim? Stringlərin metli yanınızda qalsın. Həmişə not blank verim. Ama description blank olacak. Nə? Description blank olabilir. Yok. Blank ola bilər. Niyə olsun? Yəni niyə icazə verək? Description varsa, yəni təsvir eləyək də. Hə? String formatına götürür. Bax bunu verməklə buradan generi mən artıq string kimi göndərə bilirəm. O request göndərərəm Swagger'da və ya Postman'da. Murat'tan farklı. Dedikcə enollarda yazılır. Dilbərə şey gəlib, bilmirsən, bir koddan cavab gəlib. Gəlməyib deyəsən sizə. Mənə gəldi mi? Zəng vurmuşlar. Qəbul ol. Amma getməyəcəm. Hani bir defa kapten Sivas. Başqa bir bankdan iş təklifi gəlib, ora gəldim. Çox sağ ol.
Not now. Amma integer'a şey verməyə ehtiyac var. Not blank. Yalnız stringlərə. Aha, bir dənə də bunu şey verək. Bura verək, все. Fəxri, biraz sakit zəhmət olmasın. Aha, biz burada hansı annotasiyyalar istifadə edirik uşaqlar? Siz deyin. Data. Sonra. Olar constructor. No constructor. Sonra. Ne? Entity'di bu. Komponent kardeşim senin de. Hayır. Demək olar hər yerdə. Bax servis, bax bir dənə şey deyim məsələn. Mən bunu axı izah eləmişim sizə. Bax, məsələn, burada repositor yazmışıq, düzdür? Bu bir komponentdir. Yəni sən bunu silib komponent də verə bilərsən. Heç bir problem yoxdur. Bax burada. Və ya servisdə. Burada da servisi silib buna komponent verə bilərsən. Heç bir fərqi yoxdur. Yəni kontrolleri silib yenə də komponent verə bilərsən. Heç bir fərqi yoxdur. Amma belə deyim də, sən bütün hər yerə komponent olaraq doldursan, məsələn, bir sənə tapşırıq verib, oxunaqlılığı azaldır. Yəni adam biri var koda baxsın, məsələn, nəyisə anlamaq üçün. Biri də var ki, bir dənə annotasiyanı baxmalı, bilir ki, burada repositori varsa, deməli database işi görülür burada. Servis varsa, deməli servis işi görülür. Bu arada buna da verməmişik. Repositori. Aha. İndi. Deməli belə. Nə qaldı? Gələk şey eləyək də, servisdə yazaq. Repositorda nə edəcəm? Public. Buyurun. Spring intervyusu götürməliyəm mənə, bir dənə tələbəsi verə bilərsiniz, bir dənə əcdaha olan, cavabdan Əcdaha olan. Nizaket də istəyirsən. Nizat bayaqdan belə məndən idi. Fəxri. Fəxri yox, Fəxri biraz dəqiq Fəxri. Elə sən get abi. Ya. Nizatı götürməliyəm, Nizat bayaqdan olsun proseslərdir. Amma tez buraxsın da dərsimiz var ya. Mən sağ olsunlar maildən bizə göndərdilər. Nömrəni maildən göndərdilər. Tam bunlar bizə qiymətləndir. Baxsın istəyir. Aha. Public deməli geriyə nə qaytaraq? Movie DTO. DTO qaytarıram. Sonra nə edirəm? Create movie. Bu məndən nə götürür? Bir dənə create movie request. İndi yaradacam da. Düz yaratmaq Allah'a məxsus, amma biz də yarada bilərik. Servisdə yox. Yetirməmlik baş istərsən. Bir dənə də response paketi açsın buraya. Response. Aha. Gəlirəm bura. Bu movie-ni option götürürəm buradan. ID-yə ehtiyac varmı? Götürək də ID-ni də götürək. Gedəyəm. Atıram hara. Hanı bu? Response. Atıram bunu daxilinə. Bunları silirəm. ID. Name. Description. General. Description-ı geriyə qaytarmaya ehtiyac var. Siz deyin. Bu DTO-dur. Çölə hansı məlumat qayıdacaq, onları ifadə eləməyə çalışırıq. Siz deyin, biz çıxaraq çölə. Hansı məlumat gəlir? Description lazım deyil. Janr. Description olmalıdır niye ki? Bilmem. Olma aynı dildə var düzdür. Bence ID olmalıdır. Ayrı. ID niye yani? Duration olmalı deyil. Duration olmalı. Bəlkə ayrı sütununa görə şey eləyəcəm mən. Yok hayır. Sıralama eləyəcəm. ID'nin üzerine Tamam, neyini?
Siz deyin. Hə? Ayda başqa. Aydı qalsın da, niyə qalmasın ki? Yüzde niye görürsün ki aydın? Hə? Yüzde niye görürsün ki aydın? Niyə görsün? Görməyəcək. Görəcək. Video. Videoda hə, geri qaydında görürəm. Yəni ID yazmalıyıq. Mən yazdım. Neyse, hamısını saxlayaq da, bir problem var. Bir də Status sağladı. Yox, status lazımdır, niyə? Çünki Ya status sağladı, zaten proqramda olmayacaq. delete silən zaman mən statusunuzu görəcəm. Sizin orada yoxsa mənə qoyma orada. mən Aydı. ID silək də ID nəyə lazım? Qalsın da, nə bir problemi var? Bilmir rəsmasını Bəlkə yaratdı. Hə? Bəlkə yaratdı gestor nəsə bir şey. Necə? ID generasiya eləmirəm mən, geriyə qayıdan məlumatdır. Məsələn, generasiya olunur avtomatik, o geriyə qayıdır. Mən Dityo-nu hal-hazırda istifadə edirəm. Bax, fikir verin, burada mən heç bir request-də məsələn not-blank istifadə edirəm, düzdür, enumerate istifadə edirəm. Çünki bu gedən məlumatdır. Amma bu Movie Dityo-da bunlara ehtiyac yoxdur. Movie Dityo-da nə edirəm? Sadəcə bir dənə burada nələrsə yazıram. Data ki, mənə şey versin. Olar constructor. Məsələn, sən delete eləyəndə ID ehtiyacın olur, onun ID-sini bilməyə üçün aslında. Yox, əslində, bu ID sadəcə geriyə qayıdır. Bu Geri qayıdırsa onu bilirik, ID-si budur və buna görə siləcəm, delete eləyəcəm. bir dənə verək, builder verək də. Builder nə edir? Sən nə edir? Builder obyekt, analiz məqsədi. Bax, düşün ki, sənin gələcək buradan izah eləyək. O videosundan izah eləyək. Neçə dənə fildin var? 1, 2, 3, 4, 5, 6, 7. Tamam. Bax, bu olar constructor səni 7 dənə hamısı ilə olan bir parametri təmin edir. Noar constructor da boş constructorlar. İndi deyəlim ki, mən 3 dənə sadəcə bu məlumatları qaytarmaq istəyirəm, düzdür? Nə etməliyəm onda? Onda içində konstrukt yaratmaq lazımdır. Constructor yaratmalıyam da, düzdür? Və yaxud 4 dənə, məsələn, belə deyim də, 1, 2, 3, 4, 5 dənə məlumatı geriyə qaytarmaq istəyirəm. Nə etməliyəm? Həmin parametrləri götürən constructor yaratmalıyam. Builder annotasiyası sənə deyir ki, sənin bunları constructor yaratmağına ehtiyacın yoxdur. Sən nöqtə qoy, hansı məlumatı geriyə qaytarmaq istəyirsən, obyektin özünü qaytarır deyə, entity-dən alıb ararsan məlumatı, göndərirsən ona Dityo-ya. Bunu biz əllə də yazmışdıq, sən amma dərsdə yox idi, ona görə indi problemdir bəzi. Və setter metodları var idi, yadınızdadır uşaqlar. Onları biz dəyişdik, geriyə obyektin özünü qaytarır, returnsız. Belə. ID name, description, general, directed, duration, status, tamam. Dityo qaytarsın, Movie Request götürsün. Tamam. Neyini? Mənim databazam, məsələn, repository .save deyirəm. Bu nə ilə götürür? Nə ilə işləyir? Entity ilə. Mən birbaşa request-i göndərə bilmərəm bura. Nə etməliyəm? Hə. Yaradacam da. Səbirli ol. Olmalı bir Problem var, nə problem? Yox, bir dəqiqə, mənim onu yaradıb sonra istifadə eləmək deyil, onlar biraz Ardıcıl gedirik. hazırda bu düzdür də ardıcıl. Da, ne deyim, Dityosuz dalaşdırmış, girmiş. Məsələn, gəlirəm bura. Şiirə işləmək, sən çevirsən bilər. Ne çözürüm, görürüm, değil mi? Gözüm kim okumak istedim. Split and move right on. Deyir, atdan verir. Manyak, ne çözüm okumak istedim. Mən belində Axşam kimi tutur uşaqlar. Arsenal yazır pesini. PSG ne yaptın? Hayır, çox hayır. Pesi olacaq amma mənzər olacaq. PSG de zaman. Ben Arsenal fanataları kaybolamam. Kimə kim oynayır? Ben bu gün odursaq, ben kibat ağrıb zərbə edib sonra futbol kayra bilməkdir. Şort kim yazırsa, 2-1 Arsenal'a var. məndən bir dənə sual verirsən. Ver. Yanlış deyim. Mən buraya yazdım, onu servisə istifadə edirəm. 2-1 olsa Hə. heç heç olmaz. Abi o mesajı Yazın da indi. Lazım oldu yazın. Servis yazma başlamışsın. Yazın, Hə. atlı yedi sənə. Mapper nə vaxt istifadə edir? 2 yarı bir dənə dolansa. Dityoya qaytaran zaman. İndi bir dənə bunların məlumatları doldururum. Deməli,
Bax, burada ID avtomatik generasiya olur, düzdür? Sonra name-inə məsələn set name Uzatmalar qarşısında qoyulur. request nöqtə get name. Tamam. Set description. Sonra description olayı bu false vermişik. Ona görə nə etməliyik? Doldurmalıyıq. Request get description. Üstü bir dənə belə deyək. Set description yox, sonra genre məsələn. Sorry. Sonra nə var? Director. Duration var. Siz buna H2 qoşmusunuz yoxsa database? Hələ heç nə qoşmamışıq fəxri. Nədir o status? Bəs qoşanda H2 qoşa bilərsiniz, onlardan baxaq. H2, nə bilim, baxaq da yəni. Siz özünüz heç ondan istifadə edirsiniz, yoxsa Bir il yarımdan əvvəl. Heç bilmirəm, harada qalıb. Bunun mənasına ki, sözünə Yalançı database. Aha, deməli, bax bir dənə entity yaratdım. Entityyə nə edəyim? Set name-nə, description-na, genre-na, hardan gələn məlumatları doldurdum? Bu request-dən gələn məlumatları doldurdum. Artıq entity buradakı o postmanda göndərirəm mən JSON formatında. Elə bil ki, o buradadır. Bu request-dir, həmin o məlumat. Bu o məlumat entity-yə artıq settler vasitəsilə getdi. Mən artıq burada save metodu entity götürə bilir deyə bu entity-ni onun içərisinə rahat bir şəkildə ata bilərəm. Entity. Aha, bu nə oldu? Databazaya əlavə olundu. Nə qaytardı mənə? Siz deyin. Databazaya əlavə olunmuş entity. Mən nə etməliyəm bunu? Return mapper to DTO. Nə? Saved entity. Bizim mapperimiz yoxdur. Ona görə nə edirik? Nəhayət ki, mapper yaradırıq. Sahibi rahatlaşdı. Nə? Movie mapper. Aha. Bunu da yaradaq. Create mapper interface yaradaq da. Interface yaradaq yoxsa class yaradaq? Class yaradaq da. Map stack istifadə edək, yoxsa belə adi? Mən istəyirəm adi istifadə edeyim. Həmişə interfeys yaratır. Map stack istifadə ediriksə, tamam, deməli. Example. Aha, bundan bağlayaq. Bunu indirəm, bir dənə komponent verirəm. Movie mapper. Onda bu mapper. Bu nə deyəm? Hayda. nə iş görürsən? Gezim. Haqlı belə olacaq.
biri də Niye yutuyor. ancak evde olmadı? Yox. Ürək neysə qoy. Kızı kızı. Kızı 5 tane oldu yani. Biz aslında nasıl? Galatasaray çempion oldu ya. Oğlum biz Başımız xarab olardı ama. Seyran olan çempion oldu biz. Başlayıp oyun muayene istefa. Cəsən deyil. Mankerde başlayıp. Bu arada Şeye bağlamamak. Hə. Movie diktadan sonra Sular koymasan da dikiyor. Hə. Aynen. Değerli kalan yani. Aynen. Başlayalım aynen. şu an bezimi bilmiyorum. Bax, Cüneyt. Mobi entitiyə Fikirler var. bildir annotasiyası vermişik, düzdür? Onların verdin de. Həmin o bildir annotasiyası, uşaqlar biraz sakit. Bildirdən sonra nöqtə qoyuram. Bütün o filləri mənə qaytarır. Nəyin hesabına? Bildir annotasiyası hesabına. Mən burada istəsəm, məsələn, name var da, düzdür? Name. Movie DTO nöqtə get name. Bununla mənə təmin edir. Amma bu bildir annotasiyası olmasa, sən nə etməlisən? Məcbursan gəlib bu movie entity-də təkcə bu name götürən konstruktoru yaratmalısan. Səni ondan təmin edir. Bir dənə parametri belə göndərmək istəsən, göndər. Bir problem yoxdur. Həm də metodda səliqəli bir formatda. Nöqtə qoyursan, obyekt gəlir. Nöqtə qoyursan, obyekt gəlir. Bunun da adı nədir? Bildir pattern. Dizayn patternləri oxuyursunuz uşaqlar. Baxın mümkün əli tabaqda şəkillər yoxdur. Hə? Memento bildiğini şəkillə atıyorum. Nə? Memento şuna var, evet onu düşünüyorum. Bax. Mapper-anı mapper, movie mapper. Bax bu bildirdən sonra movie entity nöqtə bildir. Bir dənə nöqtə name qoydum. Düzdürmü? Təkcə bir dənə name'ini götürmüşəm də, düzdür? Amma gəlib baxıram ki, bax burada 2 dənə konstruktor, 2 dənə annotasiya var. Bir OLARC konstruktoru var, bir də NOARC konstruktoru. Bu OLARC səni bütün parametrləri olan konstruktorla təmin edir. NOARC konstruktor isə parametrsiz konstruktorla təmin edir. Sən əgər bildir pattern olmasa, təkcə burada movie mapper-da name'ini istifadə eləmək istəsən, məcbursan burada nə edəsən? Həmin name'i götürən bir konstruktor yaradarsan, düzdürmü? Bildir pattern olmasa. Amma bu bildir pattern səni onunla təmin edir deyə, sənin belə deyim də, konstruktor yazmağına ehtiyac yoxdur. Məsələn, description. Nə? DTO-dan gələn description. İstəsən 2 dənəsini götür. Hər dəfə gedib manual konstruktor yaratmağa ehtiyac yoxdur. Yəni, nöqtə qoyuruq obyektin özü gəlir. Nöqtə qoyuruq obyektin özü gəlir. Hansı parametrlər istəsən götür, hansı parametr götür. Əgər təbii ki bir şey yoxdursa da, belə deyim, məhdudiyyət yoxdursa, məsələn, nullable, false falan yoxdursa. Bu belə. Sonra director olsun, o da nə olsun? Movie DTO nöqtə get director. Sonra ID avtomat generasiya olunur. Name, description, director. Nə qaldı burada? Status. Hangisini verdik? Əslində entity-yə ehtiyac yoxdur bunu vermək. Deməli, status general qaldı bir də. Aha. 1, 2, 3, 4, 5, 6. Bir dənə ID qaldı. Tamam. Yəni bu method klassımız var ki bizim, ya da interfeysimiz. Hə. Sadəcə entity və response arasında gedir də. Düzdür, request'in burada heç bir rolu yoxdur. Yox. Deməli, bildir. Bunu bir sərbəli formata salaq. ID.
ID, name, description, director, duration, status gəlmişsə. Aha, gəlirəm ara, movie servisə. Deməli, bir entity yaratdım. Entity requestdən gələn məlumatları götürdü setterlar vasitəsilə. Set name, description, gener, director, duration, status. Götürdü bu məlumatları buradan. Bu məlumat dedim hardaydı? Elə bil ki, Postman'da və ya Swagger'da o JSON formatında yaratdığımız obyekt. Həmin obyekti sanki burada constructorla yaratmışam. Həmin constructordan da bu götürür name'ini, description'ını əlavə edir entity'nin setterlər vasitəsilə. Sonra nə edirəm? Bu entity yaratmada məqsəd nə idi? Setterlər vasitəsilə məlumat götürmək. Həmin entity-ni save metodu vasitəsilə repository.save, bax bu. Bunun vasitəsilə, bu da mənə hardan gəlir? Buradan. Movie repositorydan, düzdürmü? Bu bir data.jp nədir? Spesifikasiya. Yəni sənin əllə GPQL formatda və ya SQL Hibernate nə ilə işləyirdi? Hibernate querylərin gözlə işləyirdi. Yəni sənin onu əllə eləməyinə ehtiyacın yoxdur. Arxa planda o sənin üçün save metodunu yazır da həll edir. Belə. İndi bunu databazaya əlavə elədim. Bu artıq oldu bazaya əlavə olunmuş entity. Mən onu nə etməliyəm? DTO-ya çevirdim, geri qaytardım. Sualı olan var? Aha. Mapper'dan gəlir. Əslində biraz tələsdik. Mən əslində burada eləyəcəkdim onu, sonra Mapper'ə keçəcəkdim, amma yəni, məncə sən başa düşmədim bu, niyə yaratdıq bu Mapper'ı. Bu Mapper olmasa, yaxşı, belə eləyək. Bir dənə bir şey deyim. Bu saved olunmuş entity-ni mən nə etməliyəm? Return movie DTO nə? Daha doğrusu belə yox. New movie DTO fərz elə ki bu saved olunmuş entity-dən bunları burada eləməliyəm. Saved entity nöqtə məsələn get name. Çünki mən DTO-nu geriyə qaytaram da, düzdür? Bir dənə create movie üçün yaratdım onu, tamam. Yaxşı eləyib bir dənə. Saved entity nöqtə get description. Saved entity nöqtə get gener. Nə qaldı uşaqlar, bir dənə deyim. ID vermişim, name, description, director vermişim mi? Yox. Bir də status qaldı deyəsən, ha? Get duration, saved entity, nöqtə get status. Bu kod mu daha uzundur, yoxsa bu kod mu? İndi fərz elə ki, bax, create movie request, bax, bir dənə create yaradan zaman request götürdü, tamam mı? DTO qaytardı. DTO qaytaran zaman mən mapper olmadan, bunu eləməliyəm. Yaxşı, getdim aşağıda bir dənə update metodu yazdım. Update metodu da bir dənə update movie request götürəcək. Geriyə də DTO qaytaracaq. Update metodunda da yenə bunu eləməliyəm. Bu prosesi hər dəfə uzun-uzadı yazmayayım deyə bir dənə mapper yaratdım bax burada, movie mapper adında. Bu mapperdə entity mapper niyə yaratdım? Əvvəla onu deyim. Bax, düşün ki, bizim burada məsələn 2 dənə entity'miz var, düzdür? Movie entity və ya ticket entity. Ola bilərdi ki, 10 dənə entity'miz olardı. 10 dənə entity'miz üçün bu entity mapper'ı yaratmadan, bu interfeysi yaratmadan nə edirəm mən hal-hazırda? Entity'dən gəlib DTO-ya çevirirəm, DTO-dan gəlib entity'yə çevirirəm. Nə etməliyəm? Manual olaraq bütün metodları əllə yazmalıyam. Məsələn, burada movie entity-ni vermək, burada DTO-nu vermək, düzdür? Amma bu problemdən qaçım deyə, yəni bu problemi daha sadələşdirim deyə, bu entity-lərim üçün, bax buradakı entity-lərim üçün entity mapper adında bir dənə interfeys yaratdım. Bu da nədir? Bu nəyi ifadə edir? Bax, entity-ni, bu da DTO-nu ifadə edir. Yəni, bu bir entity qaytarır, DTO götürür burada, entity qaytarır. Geriyə qaytardığı nədir? Entity. Və ya tərsinə, DTO qaytarır, nə götürür? Entity götürür, burada DTO qaytarır. Sən bunu burada verirsən də, 2 dənə metodun var.
Bizim Java SC-də prinsipimiz nə idi? Bir interfeysi implementasiya eləyiriksə, onun daxilindəki metodları avtomatik şəkildə, məcburi şəkildə override eləməliyik, düzdür? Mən də burada nə etmişəm? Bir klass açmışam, bunu implementasiya eləmişəm. İmplementasiya eləyən zaman generik vasitəsilə bunun tiplərini vermişəm. Movie entity, movie editor. Sən bunun tiplərini vermişsən deyə, avtomatik o metodları override eləyir. Gətirir o entity-ni qoyur bura, diction'a qoyur bura. Gördün necə rahat? Yəni, metodu sən əlinə yazmırsan. Bu belə. Sonra. Bunu başa düşdün niyə mapper yaratdıq? Sonra da bu mapper var, movie mapper. Mən bunu istifadə eləmək istəyirəmsə, nə etməliyəm? Gəlib harada istifadə eləmək istəyirəm, onun dəyişəni yaratmalıyam da, düzdür? Burada yaratım. Necə ki, bax, məsələn, servisdə mənim DAO-ya ehtiyacım varsa, gəlib repositorunu burada final dəyişəni yaradıramsa, əgər mapperdə ehtiyacım varsa, mapperin dəyişəni yaradıram. Sonra da ondan nə edirəm? Metodu çağırıram. Bu qədər. Aha. Bu da olsun nə? Bu belə. Create movie request. Sonra nə yazaq? Gedəyəsinə şey yazaq. Başqa bir nəyimiz qaldı? QAOP izahələyəcəkdik. Proyekt yazırıq. Hə. Deməli, əsas AOP deyə uşaqlar. Vaxtımız da azdır. Log4j. Mapper deməsəydin. Amma sən işte. Deməli, Məndən bir dənə şey soruşuram. buyur. Mapper. Yəni, soruşuram. Biz query'lər məsələn, elə proyekt olar ki, məsələn də query yazmaq ehtiyacımız olur da. Onu məsələn biz harada yazırıq? Gəl burada yazsın. Mapper'da Repository. Repository. Metod yazırsan. Məsələn, bir dənə yazsan, düzür. Nə olmadı? Movie. O da məhbusdur. Burada ümumiyyətlə, əvvəla onu deyim ki, Data.jp'yə bir spesifikasiyadır deyə, abstraction bir qatdır. O sənə ağlıva gəlməyəcək metodlar düzəldir də, yəni. Bütün metodlarda, əgər geriyə bir nəticə qaytarmaq istəyirsənsə, find-dan başlayır. Misal üçün də, mən entity-mi hal-hazırda directoruna görə və, görürsən, ən qoyuram gedir elə, nə qədər istəsən gedir də, yəni. Bu sənin üçün onu düzəldir, sorğusunu da yazır. Amma özün, misal üçün, bir şeyin doğruluğunu yoxlamaq istəsənsə, o artıq nə ilə başlayır? Exist-lə. Boolean dəyərində, yəni true, false. Məsələn, exception vermək istənir. Exception verən zaman deyirsən ki, bu məlumat yalansa, məsələn, false-sa, bu exception at. Onu da exist-lə. Query yazmırıq onda. Belə özündən, məsələn, şey yazmaq istəyirsən, query. Məsələn, mən join query'si yazmaq istəyirəm. Tamam, bir dənə, məsələn, şey yazaq. Burada yazsın onu. Metoda məsələn yazaq get all movie nə ilə bir yerdən? Get all movie by ticket. Tamam. Query annotasiyasını verdik. Bunu necə yazırdıq? Aha. Hə, get all. Bunu da list qaytarırsa, bunu list atar. Əslində yox, necə yazacaq bunu? Yəni, düşünün. Geri nə qaytaracaq? Movie entity list qaytaracaq. Hə də, movie list qaytaracaq. Hə? Metodun mötərizəsi var. Nəyə qalıb? Metod yazmalar. Mötərizəsi. Mötərizəsi var. Parametr. Ha, doğru ne? Yazsan, select. Burada ulduz yox, bir dənə hərf veririk. Məsələn, P, from, hardan? Movie entity var, gətirir özü üçün. Məsələn, nə ilə birləşdirmək istəyirəm? P, yox, heç bir fərq yoxdur. Misal üçün, inner join. Onda databazanın işimiz qalmır. Yox, demək olar ki, yox. Data.jp yəni onun üçün də sənə
manual olaraq əlinə elədiyin prosesləri burada eləyəsən. Məsələn, bir müəssisə var, düzdür? Onun bazası var da. Orayla işləmək istəyirik biz. Bunları necə edir? Bunu DataGP istifadə eləmirsən oradan? Yoxsa? Mən onu soruşuram ki, yəni GPA istifadə olunur. Nə? Yəni, əgər məsələn, bazadan işləmək istəyirik də biz, GPA ilə istifadə istəyəcəyik yenə də. Əllə işləmək istəmirsənsə, hə. Amma yenə biz bazadan məlumatlar falan çəkəcəyik. Hə də. Bax, məsələn, burada bir dənə söyləyim də. Bu save metodu haradan gəlir? Repository.save. Sənə bu repository təmin edirdi onu. Bəli. Və yaxud da ki, burada misal üçün də bir dənə Baza. repository görsən nə qədər metod təmin edir? Find all, nə bilim, find by ID, Məsələn, delete. demək istəyirəm. O bazaya məsələn mən data göndərmək istəyirəm də, onu burada eləyirəm də, servisdə eləyirəm. Servisdə edirsən, hə. Repository.save yazmayacağam da, onda başqa şey. Nə yazacağam? Niyə save edir? Hə, həmin metod düzəltmisənsə, yəni burada düzəltdiyin metodu istifadə eləmək istəyirsə, bax. Yox, mən bazaya məlumat göndərmək istəyirəm, ona necə göndərim? Save-lə. Ya məlumat yazmazsan düzdür? Save-lə. Onda biz bazanın əlaqə falan qurmaq ki, ora getsin. Hə. Bu şeydə deyəcəyik də, deməmişik bunu. Application property dəyişəcəyik. Neysə. Bax burada log4j annotasiyasını verdim. Log.info məlumat verirəm ki, metod start. Məndə solo-furucudur. Hə? Məndə solo-furucudur. Olsun elə ən çox istifadə olunan 2 dənə var. Log4j-dir, SLF4j-dir. Bir log var, o ümumiyyətlə istifadə olunmur. Logback eləmişdim, misal. Köhnə texnologiyadır. Logback eləmişdim, misal da deyirəm. Aha. Metod start. Və ya burada bir dənə log. İşte bunu belə izah eləmək istəmirəm. Bu şey mövzusudur. Bunu burada izah eləsəm. Global exception yazmışsınız uşaqlar. Hə? Nə yazmışsınız uşaqlar? Sonra alın. Kesin yazmış. Global exception həm. Mən düzün deyim, kopyalamışam. Hə. Hansı proyektində olmalıdır? Yəni götürmüşəm Bax. global exception şeyi, PG. Məsələn, Bizə verilən bax bir dənə bir şey deyim uşaqlar. Əlində burada əyləşir. Bir dənə bir şey deyim. Hər exception ayrı-ayrı Misal üçün, başqa bir global. global exception ümumiyyətlə məqsədi nədir? Global Bir yerdən daxil eləmək exceptionlar. Aha. Bax bir dənə exception atıram özümdən, servis klassının daxilində. Misal üçün, bu ID-li məlumat tapılmadı. O exception mən run edən zaman harda görürəm onu? Sırf o qoyduğumuz. Run bölməsində görürəm də. Hələ global exception eləməmişəm. Düzdür? Run bölməsində məsələn mesaj yazır ki, misal üçün find not found exception. Qabağından o exception mesajını yazır, düzdür? Mən onu global exception eləməklə artıq run bölməsindən o şey var ya, aşağıdakı bölmə. Oradan çıxardıram, atıram şeyə, serverə, postmanə, Swagger'a, düzdür? Daha sonra gəlib burada log yazanda təzədən oradakı məlumatı qaytarıram bura. Bu logun məqsədi odur. Log generasiya eləmək, məlumat generasiya eləmək. Buradan çıxarıb olar görürük, sonra bununla da oradan gəlir. Logla təzədən qaytaram elə bir ki ora. Mən elə yəni yadın belə ən bəsit formada elə yadımda saxlamışam. Bu serverdə işləyəndə təzən serverdəkini öz lokalında. Yəni exception baş verir qlobal eləmədən. Nə olur? Run bölməsində o exception çıxır. Misal üçün user ticket not found with ID. Sonra mən onu global exception eləyirəm. Artıq o mesaj oradan çıxır, yoxa çıxır. Bax sanki şeydədir. Postman-dədir məsələn o JSON formatında məlumat qayıdır. Həmin məlumat global exception eləməklə. Sonra nə edirəm? Log vasitəsilə təzədən oradakı məlumatı qaytarıram bura. Mən onu bir yer ümumiləşdirsək, global exception yazmasaq lokal ehtiyac yoxdur. Global exception düzgün yanaşma deyil. Proqramlaşma lazım dedim. Ümumiyyətlə global exception'ın məqsədi nədir uşaqlar? Bir dənə yaxşı belə bir sual verin. Yəni prod mühitdə, əsas mühitdə ana exception görünür. Yox, global exception məqsədi nədir? Hər yerdə ayrı-ayrı yazmaq. Yox, bildim o. Yəni ümumiyyətlə məqsədi nədir? Niyə yazırıq? Niyə hə? Görmək üçün. Yox, görmək üçün. Görmək üçün.
Ən əsas məqsədi var. Düzdür, yəni dedikləriniz də düzdür, demirəm səhvdir. Amma əsas məqsədi var. Biz adətən global exception-ı hansı exception-lara yazırıq? Kassa. Custom. Niyə onlara yazırıq yaxşı? Çünki normal exceptionların hamısı ola düşür, amma biz öz custom yazdıqlarımızı serverdə görmək üçün Spring onları tanımır. Onları tanıtmaq üçün. Və məsələn, adicə öz exception-ımı yazan zaman, custom exception-ımı, həmin exception serverdə, yəni Postman-da baş verəndə baxırsan ki, geriyə 505 not found allowed qaytarır. Təzədən mən onu global exception handle edirəm, artıq 404 bad request qaytarır. Bunlar da əslində çox önəmli mövzulardır. Mən, yəni üzrlü sayın, yəni bir həftə sizinlə olmadı, mən sizdə praktik elətdirəcəkdim, biriniz də yəni nəyə görə? Hə? Mansur yox, Ola bilər ki. Heç nə. Bu loqu saxlayıram uşaqlar. səsin çox çıxır. Ən salamatı loqu saxlayıram. Xalatınızı. Hara qədər gedərik. Deməli, metodumuzdan qurtarmışıq. Buradan istifadə edə biləcəyimiz məlumatları eləmişik. Tamam, gəlin nəyə exception yazaq. Ki, məsələn, bu name-i və ya burada nəyə görə exception ata bilərik? Name-inə görə ata bilərik. Boşluq var. Hə? Yox, name-inə görə ata bilərik. Bir də directoruna görə ataq. Məsələn, gəlin bax, elə sənin dediyini. Misal üçün, gəlirəm Movi repositoryaya. Bu query-ni ümumiyyətlə silirəm. Buna ehtiyac yox. Yazıram ki, bax, geriyə Movi entity yox. Mən sadəcə bir şeyin doğru olub olmadığını yoxlayıram. Boolean exist by nəyinə görə? Name. And nə? Description yox, director. Yəni bu filmlə, bu adla və bu ad məsəl üçün də içəridə, misal üçün bir içəridənin müəllifi kimdir? Həmin adla uyğundursa, deməli artıq bu film bazada mövcuddur. Bunlar nə ilə ifadə olunurdu? Name və buna yazıram name. Bir də string. Çünki bu iki dənə parametr götürəcək axı. Director. Aha, bu niyə belə eləyir? Deyəm bir dəqiqə. Görək özü nə deyir? Dəyişik. Niyə sildi ala bu? Şey dedik ki, yəni mənasızdır. Bir baxmayın da gör, hələ ki, heç bir iş olmadığı üçün. Deyəm bir dəqiqə. Baş xarabdır bu. Tövbə. Neysə, bu baş xarabdır. Bu baş qoşmayın. Director. Bir də mən o şeyə baxın, bu entity-nin name-i və nəyinə ifadə eləmişik. String ilə, bu da director istinəfisi. Deməli, Movi repositorydə iki parametrlə mən yoxlama aparacağım. Exist metodu ilə. Tamam, bu da olsun belə. İndi gəlirəm bunu hara? Servisə. Necə ki, servisdə mən repository metodlarını istifadə edirdimsə, indi özüm bir dənə metod yaratdım, exist istifadə edərək. Həmin bu metodu ən əvvəl, entity yaratmazdan əvvəl bir dənə deyirəm ki, əgər ki, bax, repository nöqtə bax, o metodu gətirir mənə. Bu məndən nə götürür? 2 dənə parametr. Request nöqtə get director. Bundan əvvəl, əgər ki, name və directorlu film varsa, demək ki, artıq bir film var. Bir dənə deyirəm ki, throw. Onda nida qoyaq. Hə? Throw verirsə nida qoyaq. Nə qoyaq? Nida. Bu true versəydi, bir şeydir də throw verir. Başa düşmədim. İnkar edək də mən o yuxarıda. Hə, bilirəm. Exist. Already exist. True verəndə exception atmasın. Yox, true-sa exception atsın da. Niyə ki? Yox, tərs məntiqi yox. Sən film qoyanda Film varsa, bax, bu filmin adı və direktoru varsa, deməli true-dur. True-sa deməli mövcuddur artıq. Mən də deyəcəm ki, already exist exception. Nə deyəcəm? Movie already exist with nəyinə? Misal üçün, bura bir dənə şey deyirəm. Request nöqtə get name.
Bir də nə edirəm? Exception klassı yazıram. Harda? Servisdə yox. Buna Robol yox, runtime. Şu an utility class nədir? Utility. Hə? Super. Belə yazılır da, deyəsən. Aha. Sonra harda qalmışdıq? Movie servisdə. Bu entity yaratılmazdan əvvəl bir exception atdım. Dedim ki, bəs name və director mövcuddursa, deməli film artıq mövcuddur. Sonra. Mənim Hə. məsələn adda boşluğun olmağından və s. bunları servisdə yoxlamalıyıq da normaldır. Amma belə bir şey var idi, deyirdi ki, burada yoxlamayı kontrolda valid annotasiyası Aha. onu atıb da, məsələn burada ehtiyac olmaz. Adın boşluğun deyən nəyini də tutar? Məsələn, ad yazdım, sonra dalınca boşluq qoydum, onu deyirsən. Məsələn, elə olmasın, məsələn, mailin ət işarəsini qoymasaq da, məsələn, onu yoxlamalıyıq. Sən belə deyim də, request göndərən zaman, bax request göndərən, indi bizdə e-mail yoxdur da. Bir də eləməli olduğun şey, bax, hanı bu? Şey. Servisdə ehtiyac yoxdur, yəni. Məsəl üçün, deyəlim ki, bu şeydir, e-maildir. Bir dənə e-mail verirsən bura. Bir də belə bir şey olmalıdır, pattern. Burada zaten yazırıq, amma... Ha, bir də pattern var. Regex. Bunu bilirsiniz uşaqlar, bu patterni. Sən bunu zaten e-mail vermisənsə, o sorğunu onsuz da e-mail formatına göndərərsən. Yəni bu başqa çarən yoxdur. Bax burada, çünki mənim bu nədir? Requestimdir, gedən sorğu, controllerdən ötürülən sorğu. Controllerdə mən sorğunu harda ötürürəm? Postman'da ötürürəm də, düzdür? O gəlir servisə, düzdürmü? Sonra da çevrilir entityyə, gedir databazaya. Mən burada e-mail annotasiyasını vermişəmsə, orada mən e-mailsiz göndərə bilərəm onu. Bir dəqiqə, Nicat, keçən səfər müəllimin dediyi nə idi? Keçən səfər müəllimin dediyi nə idi? O çek eləməydi. Məsələn, Harda boşluq olsa, servisdə işarəsi yoxdur. Hə? servisdə də yoxdur. Servisdə yoxdur demişdi. Təkcə adı deməmişdim, başqa şeylərdə. Burada verə bilmədiyimiz əlavə yoxlamalar servisdə edirlər. Başa düşmənmiyim. Burada məsələn adı göndərir. Məsələn, bir ad boşluğu olmasın. Məsələn, adın uzunluğu bu qədər olsun. Bunlar normal burada verə biləcək. Əlbəttə verə bilərsən onu. Bir də misal vermiş ki, yoxdur ki, servisə birdən gəlir. Bu gedən sorğudur da, yəni. Sən şərtində nə varsa, gedən sorğuda tam deyirsən ki, size bu uzunluqda olsun. Məsələn, size. Alasan annotasiya. Yəni, Hə? Burada yoxlamaq bəs edir. Hə? Burada yoxlamaq bəs edir. bəs edir bu. Əlbəttə ki. Şeydə də məhdudiyyət verə bilərsən, entitydə. Burada da məhdudiyyət verə bilərsən. Mənim kontrolda Yox, kontrol elə bir ki, hazır bir kassadır. Axı siz Orada orada istifadə eləmişdiniz valid annotasiyasını. demək ki, düz istifadə eləmişəm. Valide deyirsən, hə? Valid onsuz da olmalıdır, hə? Mütləq olmalıdır. Validation. Validation var, bir də valid var. Bir klass əsaslı, bir metod əsaslı. Validationu klass əsaslı istifadə edirik. Valide amma metod əsaslı. Gələcək indi ona. Hə, nə? Sözü gələcəksiniz. Tamam. Deməli belə. Harada qalmışdıq? Exception'ımızı atdı, tamam atdı. Mapper də hazır. Gələk bir dənə controller yazaq. Sonra onsuz vaxtımız azdır. Növbəti dəfə şey eləyək də. Ya 6-cı gömüsal müəllimə deyərəm, davam eləyərik. Onda exception yazaram. Çünki sən necə, hal-hazırda AOP izah eləsəm, tam məntiqini tutmayasınız. Mən istəyirəm ki, buradakı xətanı RAM bölməsində göstərəm. Sonra xətanı necə şeyə çıxır, onu da eləyim. Ondan sonra log yazanda ki, təmiz aydın olacaq ki, sizə bu logun məqsədi nədir. Və ən sonda AOP-un məqsədi, yəni o vereyim də, biri var buradakı eləmək uşaqlar,
log yazma, metod əsaslı, yəni tutalım da, bu çox bəsitdir, yəni bunu balaca uşağa da versən yazar. Gəldim burada bir dənə log.info yazdım ki, yoxdur. Niyə yoxdur? Çünki burada anotasiya yoxdur. Select4G məsələn. Log4G. Gəldim burada bir anotasiya verdim. Log.info məlumat xarakterli. Bu yəni çox bəsit bir şeydir. Amma biz birinci burada yazacağıq, sonra buradan çıxarıb AUP-da yazacağıq. Onun ki təmiz aydın olacaq ki, bu AUP-un məqsədi nədir? Aha, ya altı ya baza. Çünki mən istəyirəm tam aydın olsun, yəni istəmirəm dərsin üzərindən belə ötər keçək. Əlbəttə Spring Guide. Siz əslində metod yazmışsınız da, Reflection, Java C səviyyəsində. Müsal müəllim izah eləmişdi, mənə yadımdadır. Türkiyədə olanda özdə. Həmin vaxtları. Aha. Yəni bir ki, Java C-də manual əllə elədiyini burada anotasiyalarını eləyirsən. Şimdi gələk bir dənə də nə yarada? Exception klassı yarada. Exception neydi? Controller. Controller. Movie. Controller. Postmana çıxıb, sorğu atmışsınız heç, yəni bu yazdıqlarınızı. Svageti qoşmuşduq axırda. Tamam. Ondan çox bir cüzi səhvim var idi. Rest. Minimum 3 qoymuşdum deyə mən də patlayırdı. Request mapping. Olsun nə? API olsun. V1. Bir yazıram. V2 yazsam nə olar ki? Heç nə olmaz. Yoxsa versiya fərqi. Versiya 1 yəni məqsədli V1 yazırıq. Bunu yazmışsa yox, problem çıxmayacaq. Amma əgər ki bir dənə entitim varsa. Nəyi yazmısan? Bu request mappingi. Hə. Düşün ki, sən localhost bu olmayanda default variantda hara gedir? Localhost 80-80-ə, düzdür? Hə. Aha. Yol göstərsən də yəni, belə də yaza bilərsən. Prosta dediyimdə adlandırma olaraq düzgün yazmaq lazımdır. Yəni ürəyin nə istəyir yaza bilərsən, bütün əlifbanın hərflərini düz bura. Amma sonra gedib bunu şeylə çağırandı. Nə uşaqlar, bunu danışıb gəldim. Bura portalı var. Başka yazıları da var. Başka yazılar var. Gürcistan. Konuşmada getmişdi balayızdan. Başka göremiyorsun. Sen bugün gece açıyorsun. Randa var. Randa yer. Sadece işleyip Altı database. List. Ama şey ne? Bir Ya dəqiqə, başka. bir dəqiqə. Eksen. Təşkiyə biz dataları harda göndəririk? Memory göndersin. Yox, hansı kodumuzun hansı layer-ində? Devre çekilmez. PostgreSQL necə yazırsan? Indisini yazırsan və YAML-da deyirsən ki, Bu arşivdir. bunun yerinə mən PostgreSQL yazsam yenə işləyir. Tamam. Burada başqa nə verək? Dedik ki, validation verməliyik. Validated. Orası. Sonra nə verək? Hələ ki bunlar. Deməli, yazıram public. Geriyə movie DTO qaytaram. Amma nə ilə? Response entity. Movie DTO. Create. Bunu nə götürür? Create. Create. Movie request. Buna nə veririk? Bir dənə valid anotasiyasını veririk ki, bu validasiyada problem yaramıyor. Return. Return nə?
O da sana tez kırmasın. Sağlamaz sonra. Body. Vərdişlərin üstündəyik. Kardeşim. Güzel bastı. Museum. Validasiyadayıq. Şübhələnirəm şu an. Validation. Fine. Validasiya üçündəyik. Deyil. Yani orada sözüm. Tamam. Mən validasiya üçündəyik. Var yani var da var. Olmuş. Olmuş var. Var. Uygun. Deməli, uşaqlar, bu geriyə status qaytarmaq zamanı nə oluyor da? Response status. Buradaki ok neyi bildirir? Nə? Deyəcəm indi. Çüz. Bax, HTTP statusu qaytaran zaman adətən bir əməliyyat create olunubsa nə etməliyik? 201 qayıtmalıdır da. Mən bunu 201 lokalda qayıtmalı idi. harda qayıtmalıdır? Mən o vaxtdan yadımda qalan istəyəndə 201 lokalda qayıtdı, 201 mühəmmədə. 201 lokalda idi. Fərqi yoxdur. Ay. 200 də qlobalda verildi. Bu son var demişdim. Eyni olmalıdır. Dəyişir. Mən çünki o vaxt biz Elə şey olur. sual verdik ki, 200 200 OK, yəni proses uğurludur. 201 amma yaradılmasını. Sənə yaratmasa belə Mənim orada verə keçən bilər. səfər siz bir şey eləmişdiniz. 201 də 201 create. vermirdi də avtomatik olaraq. Yaradım işte qaytarma. Belə bir şey. 200 Nə? 200 silməlidir. Response entity-də bir dənə şeyin içine almışdınız. İndi eləyirəm də response status. Burada verirəm. Mən nə istəyirəm verdim? Yo, ona görə demədim, həqiqi deyirəm. Söz günə dərsə yox idi. Kim oldu? Body. Все. Bax burada status verirdim mən normalda. Response status 201 kredit. Onu artıq response entity mənə ondan təmin edir. Burada da verə bilirəm. Da bunu burada eləməyə ehtiyacım yoxdur. Request body. Hə? Request body. Okay. Nə? Nə? Bunlar hansı mövzulara aiddir? Get məsələn, tərkibdə yaz ki, bəs mən bir controller məntiqi yazıram, REST controller yazıram. Post, get, delete kimi sorğularda hansı annotasiyalar istifadə olunur? Ümumiyyətlə REST controller qatında hansı annotasiya nə üçün istifadə olunur? Sadə deyilən ki, mənə bir dənə web serverə çıxmaq üçün bir controller məntiqi qur, o sənin üçün quracaq və izahını da istə sadə bir şəkildə verəcək. Aha, deməli uşaqlar, bax bu request nədir uşaqlar? Request bizim Bir body, bədən. Mən nə edirəm serverdə, server qatında, Postman'da və ya Swagger'da? Bir request göndərəm, düzdür? Ona görə nə edirəm burada? Hansı annotasiya verirəm? Request body. So, bununla metodum işi bitdi. So, dalışın. Növbəti dərs şey eləyərik. Mən bunu şey deyə bilərsiniz kitabınızda. Eləyərəm. Növbəti dərs gələk global exception yazaq. Bəli. Sabahda. Sabah. Yox, sabah yazaq. Bizim son Sağ olun, dərs. Sən gəzə. Belə səndən bir tutarım. Mənim Açma kimi. bir dəqiqə. Siz istifadə etdiyiniz metodlarda update, eşitdir, eşitdir, onsuz da ID götürür. Getlər də name falan götürür. Save'də həmişə bir test götürür. Nə? Save məktubu həmişə bir test götürür də. 100%. Update'də də Update edərsən. Все. responsu prosta qaytarır. Responsu içində götürür. Yox, yox, prosta qaytarırsan sadəcə. Bir create üçün, bir update üçün klass yaradırıq, все.
Bir dənə klassımız DTO yaradırıq. Onu da geriyə qaytarma məqsədilə istifadə edirik. 3 dənə klass yaradırıq. Entity-dən əlavə. Create-lə update-ə fərqli şeylər yaratmamızın məqsədi odur ki, Create-dən bütün hamısını göndərir, amma update-ə göndərməyimiz olur. Göndərmələrimiz. Create-in özündə belə sən istəyərsən ki, başqa məntiqlər ola bilər. Məsələn, password məntiqi var. Biz entity-də sadəcə bir dənə sütun olur, password. Amma request göndərən zaman həm password götürə bilərik, yəni kontrol password götürə bilərik. Sonra onları doğruluğunu yoxlaya bilərik. Yəni görülən işdən asılıdır. Belə. Başqa sualın var? Elə bir şeylər var ki, bazanan işləyər. Necə bazaymış?